Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Sizlərin Xırdalanda Heydər Əliyev prospektində 14 mərtəbəli binanın 5-ci mərtəbəsindən qanuni 2 otaqlı mənzildən 3 otağa düzəlmə belə bir gözəl mənzil çəkib təqdim edirəm. Təqdimatımızı başladım evimizin qonaq otaq hissəsindən. Gördüyünüz kimi evimizin gözəl belə bir işıqlı qonaq otağımız var. Lüstrlar hamısı pərdələr taxılıbdır. Tavan hissəsindən çox sayda spotlardan və gizli işıqdan istifadə olunubdur. Divarda belə bir gözəl ramkalar görə bilərsiniz. Hamısı plastikdəndir, hamısı gipsdən yığılıbdır dəyərli izləyicilər. Mənzildə bütün kommunallar mövcuddur. Binada qaz su işıq daim fasiləsizdir. Sənəd çıxarışlı kupçamız da əldədir. Dövlət ipotekası ayrılmış şəxslər də müraciət edə bilər. Buraya evimizin foyer hissəsidir, dəhliz hissəsidir. Körmə-qurant olan hissələr isti döşəmədir. Və gördüyünüz kimi sanitar qovşağı və hamam otağı ayrı-ayrılıqdadır. Çöl giriş qapısı da sef qapı ilə təmin olunubdur. Burada yerləşir evimizin sanitar qovşağı. Tavan hissələri asma tavandır. Binamızın 2 geniş müasir sürətli lift var. Burada yerləşir evimizin hamam otağı. Gördüyünüz kimi rəngləri çox möhtəşəmdir, çox gözəldir. Burada yerləşir evimizin digər geniş yataq otaqlarından biri. Evimizin ümumi sahəsi 82 kvadrat metrdir. Gözəl bir mənzildir. Allah da satana da xeyirli eləsin. Və sonuncu yataq otağını sizlərə təqdim edirəm. Gözəl bir divar kağızları seçimlər olunubdur və sonda evimizin mətbəxini sizlərə təqdim edirəm. Mətbəx qanuni öz yerindədir və mətbəxdən eyvanımıza çıxış var. Gözəl bir evimizin baxışı, panoraması var. Dəyərli izləyicilər, sizlərə çatdırım ki, start qiymət 132.000 manatdır. Dediyim kimi, sənəd, kupçadır, istənilən notariat qaydada alqı-satqı eləmək mümkündür. İstənilən asan xidmətdə alqı-satqı eləyə bilərik. Binamızın yer üstü, yer altı avtomobil dayanacaq mövcuddur. Gözəl bir yerdə yerləşir. Xırdalanda parka yaxın yerdən ev axtaranlar bu mənzili qaçırmayın. Əlaqə nömrəm 077 717 91 90 və 077 717 91 99 nömrəsindən əlaqə saxlayın. Sizlərin də satış təminatınız varsa bizlərə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Sağ olun, salamat qalın.